Bax, adama deyərlər, dolandırmayasansa, cəmaatın qızı niyə bədbəxt eləyirsən? Bu əhvalatı Balaca Zaykanın dilindən eşidirik. Kitab 2 hissədən ibarətdir. Birincisi, Aybikə xanımın Balaca Zayka ilə anasının başına açdığı oyunlar. İkincisi, yer göy dağılanda, mənim işim var deyib yad adam kimi yaxasını bir kənara çəkib dayanan Timurçinin gündəliyi. Timurçin kimdir? Timurçin Zaykanın atasıdır. Bu gündəlik sayəsində biz Timurçindən tanış oluruq ki, Timurçin əslində kimdir? Məlum olur ki, bu adam həkimlik oxuyub, amma hərbi jurnalist işləyir. Və vəsini bilmək üçün bu kitabı oxumaq lazımdır. Bu kitabın ən pis cəhəti real hadisə olmasıdır. Təəssüf ki, Balaca Zayka dediyim adam hal-hazırda bizlə yaşıd olan bir qadındır. Həm özü, həm də anası bu kitabda yaşananların, yazılanların hamısını bircə-bircə yaşayıb. Kitabın bizə verdiyi ən böyük mesaj odur ki, qadına təhsil lazım yox, vacibdir. Allah hamıya gözəl ailə qismət eləsin, amma taleyin başımıza nə oyun açacağı məlum deyil. Hə, bir də ki, bütün müsəlmanlara sözün ikinci nəşrdə yığışdırmasalar yerdən göyə qədər tüssüləyərəm. Uşaq Allahın nemətidir. Nemətin azı çoxu, uşağın qızı oğlanı olmaz.